Salam dəyərli izləyicilər. Bu da deyir ki, yanlış fikri müəyyən edin. Ağaməhəmməd Şah Qacar Ərdəbilə hədiyyələr gətirən Naxçıvan xanına Kəlbəli xanı həbs elətdirdi. Doğrudur, çünki ruslarla əlaqə saxladığına görə onu həbs elətdirmişdi. Doğru. 1790-cı il Ağaməhəmməd xan Qacar Azərbaycanın cənub xanlarını tamamilə tabe etdi. Bu da Qaradağ xanlığını göstərmək olmaz, çünki bütövlükdə hamısını ümumiyyətlə göstərmək olmaz. Ona görə də burada İkinci yanlış olan elə B variantıdır. Ağaməhəmməd xan Qacarın hücumlarına qarşı Qarabağ xanı İbrahim Xəlil xan və Lənkəran xanı Mir Mustafa xan birgə müqavimət göstərmək istəyirlər. Doğrudur. Şamaxı xanı Mustafa xan Ağaməhəmməd xan Qacara qarşı müqavimət göstərərək Fit dağına mövqeyi möhkəmləndirmiş və onlar Dərbəndin hücumuna mane olmuşdur. Düzdür. Yəni burada görürük ki, İbrahim Xəlil xanla Lənkəran xan hətta Sara adasına köçürür. İbrahim Xəlil xan Qacara qarşı müəyyən tədbirlər görür. Şamaxı xan Mustafa xan da Qacara müqavimət göstərir. Fit dağına mövqeyi möhkəmləndirir. Bu da doğrudur. Hücumlarına qarşı müqavimət göstərib. Nadir Şah nəvəsinin Xorasanda qiyam qaldırması xəbərini eşidən Ağaməhəmməd Şah Qacar Azərbaycanın şimal sərhədini tərk etdi. Bəli. 96-da özünün Muğanında şahilən etdikdən sonra Azərbaycanı məhz bu səbəbdən tərk etmişdi. Bu da doğrudur. Elə yanlış cavabımız B variantı olar. Dinlədiyiniz üçün təşəkkür ederim.